köçürmələri yada salaq. İlk dəfə olaraq 3 kilsəyə ermənilər kim köçürtmüşdü? Aysa neçənci ildə idi? Hardan köçürtmüşdü? Aha, Kilikiyadan köçürtmüşdü. Demək, bu olmuşdu ilk köçürülmələr, düzdürmü? Sonra isə təzədən köçürülmələr. Xəzər ətrafına kim köçürtmüşdü erməniləri? Pyotr Aysa, o neçənci ildə? Bəli, 1724. İmtiyazlar da vermişdi, müəyyən qədər hüquqlar vermişdimi? Bunlar oldu bizim ilk köçürülmələrimiz. Məsələn, ilk köçürülmə Cahanşahın adına bağladınız. Xəzər ətrafına ilk köçürülmə Pyotrun adına bağladınız. 1804-5-də də köçürülmələr davam eləyir. Daha sonra Şəkiyə də bilirsiniz, Xoylu Cəfərqulu erməni köçürtmüşdü. Düzdürmü? Əhali köçürtmüş, içərisində ermənilər var idi. İndi ruslar bunu daha kütləvi şəkildə həyata keçirəcəklər. Ona görə həyata keçirəcəklər ki, ruslar üçün bu ayrıca bir siyasətdir. Nə üçün lazımdır? Özlərinə sosial və etnik dayaq yaratmaq üçün. Yəni, burada müsəlmanlar var, türklər var, düzdür. Və ruslar isə özlərinə elə bir burada xalqı köçürtmək istəyirlər ki, daim dayaq olsun. Biz axı müstəqillik can atasıyıq, dövlət yaratmışdıq vaxtilə, həmən dövlətçi ənənələrimizi məhv ediblər, idarə etməyə qoymayıblar. Biz öz hüquqlarımızı tələb edəcəyik. Ona görə də özlərinə etnik dayaq yaratmaq, rahat şəkildə idarə etmək üçün öz adamlarını bura köçürməyə ehtiyacları var. Sonra, bufer zona yaratmaq. Nədir bu? Neytral ərazinin yaradılmasıdır. Çünki müsəlman şərqi ilə, elə Osmanlıların özləri ilə bizim aramızın əlaqəmizi zəiflətməyə çalışırlar. Ortamıza bir xalq salacaqlar, köçürəcəklər. Müsəlmanlarla olan əlaqələrimiz itəcək. Burada sanki mühasirəyə salınmış vəziyyətdə olasıyıq. Əlaqələr itirilməlidir. Xristianlaşdırma və ruslaşdırma həyata keçirmək istəyirdilər. Çünki nə qədər biz rusların dilini daha çox qəbul etsək, o qədər çox ruslarla yaxınlaşmış oluruq, düzdürmü? Bunu həyata keçirmək istəyirlər. Və regionun iqtisadi fəthini sürətləndirib, xəzinənin gəlirlərini artırmaq niyyətləri var. Çünki Azərbaycan necə baxırlar? Xamal mənbəyi, satış bazarı. Bunu rahat şəkildə ələ keçirmək üçün köçürmələri həyata keçirdi. Demək, 4 səbəb göstərdik. Deməli, nə dedik? Sosial, etnik dayaq, xristianlaşdırma, ruslaşdırma, ərazinin, regionun iqtisadi fəthini tamamlama, bir də bufer zona yaratmaq üçün. İndi baxaq, kimləri köçürəcəklər? Əlbəttə, köçürdükləri mütləq şəkildə xristianlar olmalıydı, düzdürmü? 1804-dən başlayaraq həyata keçirildi, Yelizvetpol qəzasına köçürmələr olmuşdu. Sisyanov hətta 1600 ay sonra Şimal Azərbaycana köçürtmüşdü, 1805-də təzədən 1300 erməni köçürülmüşdü. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən sözü mütləq yadda saxlayırsınız, İrandan 40 min erməni Azərbaycana köçürüldü. Niyə əsasən dedik? Çünki 15-ci maddədə deyir ki, Azərbaycanın cənubundan şimalına və şimalından cənubuna rahat şəkildə əhali gediş-gəliş eləyə bilər. Burada erməni köçürülsün ifadəsi yoxdur. Sadəcə bunu əldə əsas götürüb, keçmə icazəsi olduğuna görə Qacar dövlətinə bura kimi gətirdilər? Erməniləri gətirdilər. Harada yerləşdirdilər sizcə? Naxçıvan, İrəvan, bəli, Qarabağ, Borçalı, Yelizavetpol, Ahasıx və Ahılkəlik bu bölgələrdə yerləşdirmələr həyata keçirildi. Və onlara böyük imtiyazlar da veriləcək, Pyotrundan oxşar cəhət kimi götürə bilərsiniz. Deməli, Ədirnə müqaviləsinə əsasən isə Osmanlı ərazisindən 84-90 min erməni Şimal Azərbaycana köçürüldü. Yenə də eyni əraziləri götürəsik. Beləliklə, Türkmənçay Ədirnə müqavilələri bizə erməniləri kütləvi şəkildə köçürülməsini təmin edən müqavilələrdir. Hansı güzəştlər verildi? Əsas məsələ uşaqlar. Mümbit torpaqlarda yerləşdirildilər. Yəni, ən yaxşı torpaqlar bunlara verildi. Bütün, baxın, bütün deyirik, həmişə adətə örgəlmişik, can vergisindən azad olundu, hansısa vergidən azad olundu, amma indi ermənilərə baxın, bütün vergi və mükəlləfiyyətlərdən bir müddətlik azad edildilər. Sonralar onların üzərinə vergi qoyulacaq, amma yerli halinə müqayisədə çox-çox aşağı vergi ödəyəcəklər. Yəni, imtiyazlar verilmiş oldu. Əhalinin etnik tərkibi ciddi dəyişikliklərə məruz qaldı nəticə olaraq. Ermənilərin hazırda belə ərazi iddiaları varmı bizə? Təzəliklə oldu. 2-ci Qarabağ müharibəsi hələ də Zəngəzur dəhlizi həll olunmayıb. Yəni, bax, gör neçə yüzillik bir münaqişənin əsasını qoyulmuş oldular. Erməni vilayəti yaradıldı İrəvan, Naxçıvanda 1840-a kimi. Sonra biz Cumhuriyyət dövründə də görəsik ki, Naxçıvanda erməni idarəçiliyi yaradılıb. Yəni, uzun müddətli bir proses başlamış oldu bununla da. İndi baxaq almanların köçürülməsinə. Deməli,
Almanların köçürülməsi 1817-18-ci illərdə həyata keçirildi. Buna bəhanə elədilər ki, 1-ci Napolyon Fransız imperatoru müharibələr aparmışdı. Almaniyada əhaliyə ciddi zərbə dəymişdi, ziyan dəymişdi. Wittenbergda, bir də Badendən almanları köçürtdülər Azərbaycana. Məqsədləri buydu rusların ki, bölgədə Avropa əkinçilik mədəniyyətini yaysınlar, təbii sərvətləri səmərəli şəkildə mənimsəyə bilsinlər, təbii ki, xristianların da mövqeyini etsinlər, möhkəmləndirsinlər. Hara köçürmələr oldu? Yelizavetpol Gəncə dairəsində məskunlaşdırıldı. Yelendorf koloniyası Göygöl rayonu ərazisinə düşəcək, bir də Annanfeld Şəmkir rayonu ərazisinə düşür. Koloniya nə idi uşaqlar? Öz mədəniyyətlərini yaymaq üçün Topa şəkildə yaşayırlar və ticari faktoriyalar yaradılar və s. Yəni topa şəkildə yaşayıb özlərini kiçik bir dövlət kimi hiss elədikləri bir yerdən gedir söhbət. Almanların köçürülməsi ilə yerli Azərbaycanlı əhalisi almanlardan deməli zirzəmili, çardaqlı evləri öyrənmiş olduq. Təsərrüfatda furqon tipli təkərli arabalardan istifadə etməyə başladıq. Yəni əslində onların gəlişi bizim üçün mənfi olmadı. İndi baxaq rusların köçürülməsinə. Deməli, ruslar əvvəl qərar verdilər ki, burada olan rus əskərləri Rusiyaya qayıtmasın. Elə buradaca məskunlaşsınlar. Amma bunu rus əskərləri qəbul eləmədi. Çünki yaşayış səviyyəmiz fərqli idi təbii ki. Buna görə də istəkləri nail ola bilmədilər. Ona görə 1830-cu ildə Çar 1-ci Nikolay fərman verdi ki, 20 oktyabr fərmandı uşaqlar bu. Fərman verdi ki, bidətçi və təriqətçi rus kəndləri Azərbaycana köçürülsün. Bidətçilər kimlər idi? Təriqətçilər yenilik tərəfdar, dində yenilik axtaranlar. Köçürülən ruslar Qarabağa, Lənkəran və Şirvana yerləşdirildi. Harada yerləşdirildi? Lənkəran və Şirvana yerləşdirildi. Ruslara hansı imtiyazlar verdilər? Erməniləri bildik. Rusları əhali hesabını ərzaqla təmin etdilər. Ən münbit torpaqları da yerli əhalinin istifadə etdiyi əsas yaxşı ərazilərdə onlar məskunlaşdırdılar. Rusların köçürməsi bununla bitmədi. Bundan sonra da köçürmələr nə edəcək? Davam edəcək. Demək, Almanların koloniyaları harada salındı? Ermənilər hansı bölgələrə köçürüldülər? Bəs ruslar hara köçürüldülər? Şirvan, Lənkəran bölgəsinə. Bu oldu köçürülmə siyasəti və nəticələri.